Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kemalın oğlu Bartu Kemal atasından ona maşın almasını istəyib. Məlumata görə, Bartu xalq artisti Roya Ayxanın konsertinə gedib. Səhnədə olan müğənni Bartuya atan söz verib, gələn il maşın alacaq. Almasa onu yandıraram, alacaq, Zaura denən, Röyanı ziyana salma, özünü al deyə bildirib. Zaur bildirib ki, oğlunu avtomobili Röya alacaq. Azərbaycanda 40 yaşlı vəkil vəfat edib. Yusif verdiyi ürək çatışmazlığından dünyasını dəyişib. Mərhum həmçinin Vətən müharibəsi iştirakçısı olub və bir neçə medalla təltif edilib. Onun dünən Cəlilabad rayonunda dəfn olunacağı bildirilirdi. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbr diləyirik.